Deməli, sualda deyir ki, cədvələ əsasən doğru cavabı müəyyən edin. Mütləq dirin altında mütləq olanları, ehtimalın altında isə ehtimal olanını seçməliyik. Birinciyə baxaq. L üstü 4 şəkilçisi ilə düzəlmiş söz kim sualına cavab verirsə isimdir. Xeyr, səhvdir. Mütləq deyil, yəni daha doğrusu. Atlı gəlirdi. Kim? Atlı. Kim sualına cavab verdi mi? Verdi. Amma atlı sözü belə də nədir? Necə? Sifətdir. Ona görə bu mütləq deyil, biri çıxdıq. Baxırıq 2-yə. C üstü 4 şəkilçisi qrammatik şəkilçidən sonra artırılıbsa sifət ola bilməz. Bəli, biz bilirik ki, mənimki, bizimki, bu tipli sözlər nədir? İsimdir. Ona görə sifət ola bilmir. Bu mütləqdir. Deməli, 2-ni götürəcəyik. 3-ə baxaq. Cümlədə açıq sözü sifətin qarşısında gəlib defisdə yazılarsa, həmin cümlədə azaltma dərəcəsində olan sifət işlənib. Bu ehtimaldır. Çünki mütləq deyil, yəni. Açıq, aydın, açıq, aşkar. Bu tipli sözlər bilirik ki, sifətin adi dərəcəsidir, azaltma dərəcəsi deyil. Amma açıq göy, açıq qırmızı bu formada olsaydı azaltma dərəcəsi işlənəcəkdi. Buna görə bu ehtimalımızdır. Deməli, cavabımız olacaq 2-3. Amma 4-cüyə də baxaq, çünki belə bir variantımız da var bizim. Buna görə də bəzən çıxdaş rol oynamır, bütün variantlara gərək baxasan. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlərdən sonra gələn isim qrammatik şəkilçi qəbul etməlidir. Bəli, gözəl-gözəl qız deyə bilmirsən. Gözəl-gözəl qızlar deməlisən, buna məcbursan. Məsələn, yaşıl-yaşıl almalar. Yaşıl-yaşıl alma olmaz. Ona görə cavabımız olacaq 2-3.